Müxtəlif regionlar üzrə Ombudsmanın səlahiyyətli nümayəndəlikləri yaradılıb. Həmin nümayəndəliklərə səlahiyyət verilsin demişdim ki, onlar yerli icra hakimiyyətlərindən və orada işləyən regional idarələrdən, dövlət qurumlarından hesabat tələb edə bilsinlər, izahat tələb edə bilsinlər və vətəndaşların şikayətləri üzrə onları sıxışdıra bilsinlər. Yəni onlardan izahat tələb etsinlər və 3 aydan da bir hesabat versinlər ki, filan rayonlarda bu problemlər olub və bu məsələlər həll olundu, filan məsələlərə isə laqeyd yanaşıldı. Yəni onların bu səlahiyyəti olmalıdır ki, onlar xüsusi olaraq vətəndaşların şikayətləri ilə bağlı yerli icra hakimiyyətlərindən izahat tələb etsinlər, həll yolu tələb etsinlər. Çünki bütün məsələlərin hamısının Bakı şəhərində mərkəzləşməsi ölkəni yüklüyor və işlərin həyata keçirilməsinin effektivliyini çox azaldır. Çünki bir nəfər hər şeylə məşğul ola bilməz. Bu vəzifələr bölünməlidir regionlar üzrə və səlahiyyət verilməlidir ki, onlar da regionlarda işlərini görə bilsinlər. Hər bir məsələnin hamısını ancaq böyük mərkəzi nazirliklərin, komitələrin, prezident aparatının, parlamentin üzərinə atmaq o işin effektivliyini aşağı salmaqdır. O baxımdan mən düşünürəm ki, İnsan Hüquqları Müvəkkilliyi gözəl bir qurumdur və onlar regionlarda insanlardan daha çox şikayətlər regionlardan gəldiyinə görə o şikayətlərin müəyyən bir qismini üzərinə götürüb onların həllinə nail ola bilər.